Cənazəni evdən apararkən niyə görə onu 3 dəfə qaldırıb yerə qoyurlar? Bu mövzu barəsində sizlərdən çoxlu suallar aldıq və qərara gəldik ki, kiçik bir video yazaq, sizin xidmətinizə çatdıraq. Birinci onu qeyd eləyək ki, insan Allahın qüdrətinin təzahürüdür. İnsan kimi bir mövcud Allah yaratmayıb. İnsanın yaradılışında elə bir qüdrətdən, elə bir elmdən istifadə olunub ki, Allah insanı yaradandan sonra özü-özünə bərəkallah deyib. Ayə-i Quranda var, buyurur, Fətəbarəkəllah əhsənəl xaliqin. Özü-özünə bərəkallah deyir. Çünki ikinci bir qüdrət olmadığına görə, ikinci bir xaliq olmadığına görə öz yaratdığına o qədər bəyənir ki, özü-özünə maşallah, bərəkallah deyir. İnsanın ruhi, insanın bədənindən xaric olandan sonra, ruh bədəndən çıxandan sonra, İza farəqər ruh min əl-bədən, elə ki, bədəndən ayrılır, Nudiyə minəs-səmai səlası seyha, mələklər o ruha xitablar eləyirlər. O xitablarda çox dərin muizələr var. Çün ruh bədəndən çıxandan sonra, ruh baxır öz meydinə. Görür ki, hə, gəldilər, ağlaşırlar. Apardılar, onu yudular, onu kəfənə bükdülər, onu cənazəyə qoydular, ona nəmaz qıldılar. Apardılar, qoydular qəbrə. Ora qədər baxır. Sonra görür, onu dəfn elədilər, qayıtdılar. O da istəyir qayda, görür qayda bilmir. Onda başa düşür ki, ölən bu imiş, onda yuxudan ayılır. Çünki insan nə qədər həyatda yaşayır, o hələ yatıb. O ki, öldü, onda ayılacaq. Buyurur, o ki, istəyirlər, onun cənazəsin qaldırsınlar aparmağa. Mələklər ona 3 xitab eləyirlər. Birinci, Təzhəbu ila səfərin bəğid bi qeyri zar. Uzaq səfərə çıxırsan, hanı sənin zumarın? Əlində bir şey aparırsan özünə. Zumar o şeyə deyərlər ki, məsələn, bir səfərə gedməmişdən qabaq insan onun hazırlığını görür. Gedirəm bir ölkəyə, orada soyuqdur. Demək, mənim isti paltarım, ayağıma geyindiyim çəkimə, yəni özümə lazım olan hər nəyi özümlə götürürəm, aparıram ki, orada deyilən qalmayam. Gözüm orada